Pirajkiyə baxayıq, bəh, xırçıltısına qulaq asın, keçək reseptə. Əgər pirajki bişirəndə ağzı açılırsa və yaxud içi çiğ qalırsa, bu resept tam sizlikdir. Mən sizə elə bir xəmir resepti verirəm ki, bütün başqa xəmirləri bir kənara qoyacaqsınız. İçliyi fərq eləmir, ət də ola bilər, ciyər də, kartof da. Qaynara yaxın ilıq suya şəkər tozu, duzu, mayanı əlavə edib qarışdırırıq. Ardınca duru yağ və unu əlavə edib yumuşaq ələ yapışmayan xəmiri yoğururuq. Xəmiri 1 saatlıq dincəlməyə qoyuruq. 1 saat tamam olan kimi xəmirin havasını alıb kündələməyə başlayırıq. Çox saxlasanız pirajkidən maya iyi gələcək. 45 qramdan kündələr tuturam. Kündələdikdən sonra ilk kündədən başlayaraq içlik qoyun. Çünki axırıncı kündəyə gəlib çatana kimi digərləri artıq köpür və özünü tutur. Gəlir əsas məsələyə, kündəni qətiyyən yağla açmırsınız, əks halda pirajkilər açılacaq. İçlik qoyduqdan sonra ağzını möhkəm bükün və qızartmağa da ilk kündədən başlayın. Amma qızartmağa başlamazdan əvvəl pirajkilərin alt hissəsini bir də yüngülcə möhkəmlədin, amma formasını əzmədən. Bu qızaranda açılmamasını təmin edəcək.